Təəssüflər olsun son illərdə adət olub. Bu da xüsusən Türkiyədən bizə keçib. Türkiyədə bir çox müsbət ənənələr var, xüsusən də Ramazanla bağlı. Məsələn, orada bələdiyyələr, müxtəlif dövlət qurumları görürsən, iftar məclisləri təşkil edirlər, xeyriyyə aksiyaları təşkil olunar. Təəssüflər olsun bu müsbət xüsusiyyətlər bir çox hallarda bizə sirayət eləmir. Lakin qeyd eləyəcəyim mənfi xüsusiyyət Türkiyədə təşkil olunan iftar şənlikləri ilə bağlıdır. Biz görürük ki, Türkiyədə kanallarda baxırıq, müəyyən iftar məclisləri təşkil olunur, oruc olanlara iftar süfrələri açılır. Ardıcı elə ki, iftar süfrəsi açıldı, insanlar oruclarını açdılar və hansısa bir müğənnini, çılpaq müğənnini dəvət edirlər, mahnılar ifa eləyir, cəmaət əl çalır, oynayan, hicablı, hicabsız, çox qəribə bir halla qarşılaşırıq. Və son illərdə də biz görürük Azərbaycanda da sanki bu adət-ənənəyə çevrilməyə başlayır, müəyyən vüsət alır. Məsələn, bizdə də bir başqa formada verilişdir, müəyyən bir verilişdir, verilişə yaxın az bir müddətdə iftara az bir müddət qalmış. Görürsən bir ilahiyyatçı da dəvət edirlər, dindən, dualardan, müxtəlif şeylərdən danışır. Ardıca ruhani belə bir açılış eləyir, dalıyca müğənnilər gəlirlər, mahnı ifa eləyirlər, müxtəlif sanki Ramazan tədbirlərin bu formada cəmaata təqdim eləmək istəyirlər. Bu hal necə bir şeydir? Yəni İslam dini bunu həqiqətən qəbul edir. İslam dininin Ramazandan təqdim eləmək istədiyi, vermək istədiyi mesaj budur. Bayramdır Ramazan deyəndə, yəni belə, bu şəkildə. Maraqlı bir suala toxunursunuz. Bu sualın cavabında gərək bir neçə məsələni biz öncədən müzakirə edək. Birincisi budur ki, görəsən şənliklərə İslam dini necə baxır? Aha, Yəni bəli. İslam dini nöqteyi nəzərindən görəsən şənliklər, əyləncə, bu kimi məsələlərin icazəsi var, yoxdur. Əgər şənliklərdən məqsəd, əyləncədən məqsəd insanın ruhunun dincəlməsidirsə, insanın mənəvi zövq əldə eləməsidirsə, ruhunun qidalanmasıdırsa, bunu İslam qadağan eləmir. Əksinə, İslami mətnlərdə buna təşviqlər var. Əli əleyhissalamdan buyurulan hədislərin birində belə nəql olunur ki, lil-mu'mini thalasu saat. Möminin 3 dənə saatı var. Yəni möminin 3 dənə zamanı var. Fəsaatun yunaci fiha rabbə. O zamanlardan birini öz Rəbbi ilə münacata ayırır mömin. Və saatun yarummu məaşə. O zamanlardan, o saatlardan birini mömin öz məişətinin təmininə ayırır. Və saatun yuxalli beynə nəfsihi və beynə ləzzətiha fīmə yəhillu və yəcməl. O zamanlardan üçüncüsü isə özü ilə halal və gözəl şeylər arasında ləzzət aparmaq üçün ayırdığı zaman. Yəni Əli əleyhissalam bizə bir dənə proqram verir. Bir dənə yaşayış düsturu verir ki, insan öz zamanını 3 hissəyə bölə bilər ki, onun bir hissəsini Rəbbi ilə münacata, digər bir hissəsini öz məişətinin təmininə, növbəti bir hissəsini isə dinin, şəriətin icazə verdiyi halal ləzzətlərin əldə olunmasına. Yəni İslami mətnlər bizə şənliyi, o ləzzət aparmağı, istirahəti qadağan eləmir. Sadəcə olaraq dinimiz gəlir bu şənliyi, bu ləzzəti, bu istirahəti çərçivəyə salır. Onu da deyək ki, fəqət çərçivəyə salan dinimiz deyil. Məsələn, həmin sizin qeyd etdiyiniz şənlik məclislərinin özünü götürdükdə, məsələn, o məclisin təşkilatçıları bir məkanla danışsalar ki, burada biz məclis təşkil etmək istəyirik, həmin məkanın sahibi onlara öz qanunlarını tətbiq edəcək. Deyəcək ki, biz bu şərtlər daxilində sizə icazə veririk ki, bu məclisləri keçirdəsiniz. Yəni şərtlər qoymaq fəqət dinin işi deyil. Bəli. Hamı şərt qoyur. Hamı öz qanununu tətbiq eləyir. Dinimiz də gəlir qanun çərçivəsində bu işə icazə verir. Məsələn, o şənlik məclisləri ki, əgər günaha səbəb olursa, əgər fəsada səbəb olursa və yaxud da insan kəramətinə zidd olan əməllərə gətirib çıxardırsa, bütün bunlar dini nöqteyi nəzərindən qadağandır. Yəni əsl həqiqətdə bunların heç biri şənlik hesab olunmamalıdır. Bəli. Əyləncə hesab olunmamalıdır. Xüsusən də Ramazan ayında Allah Taala bəndələrdən oruç tutmağı istəyib. Oruç tutmaq Ramazan ayında vacib edilib. Niyə? Bunun bir hədəfi var. Ayə buyurur ki, "Ləalləkum təttəqun."
bəlkə təqvalı olasınız. Yəni Ramazan ayının orucunun ən yaxın hədəfi budur ki, insanı təqvalı eləyə bilər bu oruc. Yeri gəlmişkən onu da deyək ki, Ramazan ayı insana proqramlı yaşamağı öyrədir. Ramazan ayı insana proqramlı şəkildə hədəfə doğru addımlamağı öyrədir. İnsan müəyyən zamanda yeməlidir, müəyyən zamanda yeməməlidir, müəyyən zaman kəsiyində müəyyən işlərdən çəkinməlidir. Bir növ işlərini vaxtla tənzimləməyi öyrənir. Bəli. Yəni hədəfli şəkildə yaşamağı öyrənir. Ramazan ayının bizə öyrətdiyi dərslərdəndir. Deməyim odur ki, biz oruç tutarkən bir hədəfə doğru addımlayırıq. Ən yaxın hədəf təqvalı olmağımızdır. Ən son hədəf Allaha yaxınlaşmağımızdır. Düz, Allahda fəna olmaq və s. ki, Allah ruzə eləsin bizə də. Belə bir insan saatlarla oruç tutur, mənəvi təkamül əldə eləyir. Nəhayətdə gəlir bir dənə iftar şənliyi məclisində fəsadla qarşılaşır, günahla qarşılaşır. Bütün əldə elədiklərini əldən verir. Aynen. Bu nəyə bənzəyir? Bir dənə bənnaya bənzəyir ki, öz binasını tikməyə başlayır saatlarla. Tikib bir qurtarandan sonra onu yenidən sökür. Və bu işi günlərdən təkrar edir. Buna deyirlər ki, bu ağılsız işdir. Bəli, bəli. Yəni ağlın tələbi budur ki, insan öz elədiyi əməlinin qədrini bilsin. Orucu ki, tutmuşuq, mənəvi yüksəliş əldə eləmişik, onu fəsadla əldən verməyək.